tutulmur. Tam budadır belə qalmışıq. Saat 7'de yani içeri bıraktılar da bıraktılar. Pirat gemisidir de bura. Kanunların, kanunçuluğun pirat gemisi. Bırakın, qanunsuzluq edirsiniz siz. Bu qanunsuzluqdur. Benim sesimi bütün dünyaya çatdırın. Leyla Hanım şərlənib, Leyla Hanım düz deyib. Leyla Hanım'ı ona göre həbs eləyiblər ki, vicdanlı adamlar qorxsun. Vicdanlarını itirsinlər, mənəviyyatlarını itirsinlər. Ona göre bugün bunların, bu hakimlərin, işi gücü bu milletin mənəviyyatını heç puç eləməkdir. Ədalət hissini məhv eləməkdir. Nəinki müstəqilliyimizi, ədalət hissini. Pənah bəy, məhkəmənin qapısını səhər tezdəndən Tam bağlayıblar. da rezalət, biabırçılıq özlərinə yaraşan tamaşa. Necə qiymətləndirirsiniz bunu? Buna qiymət verməyə Azərbaycan Türkçəsində, hüquq terminlərdə bir şey deyənməz. Amma yəni əslində bu məhkəmənin mahiyyətini, məhkəmə olmadığının, siyasi təqiq və siyasi divan tutma olduğunun ən bariz nümunəsidir. Təxminən bilirsinizmi, məhkəmənin qapısı saat neçədən bağlanıbdır səhər-səhər? Çünki bəzi diplomatlar içəri keçə bilibdir. Mən yarısında buradaydım və bağlı. Yok, o şeyler.